Salam müəllimlər, xoş gördük hamınızı. Təhsil verənlərin sertifikatlaşdırılması prosesində hər birinizə uğurlar arzulayıram. Biz sizinlə bugün növbəti webinarda görüşürük. Bizim növbəti, yəni bugünkü webinarımız insanda gedən fizioloji proseslərə dair məsələ həlli ilə bağlıdır. Biz sizinlə bugün yalnız insan orqanlar sistemində gedən fizioloji proseslərə dair məsələ həllərinə, yalnız məsələ həllərinə baxacağıq biz sizinlə bugün. Deməli, ilk məsələmiz bizim sümük sistemi ilə bağlı olacaq. İnsanın onurğa sütunundakı fəqərələrin sayı ilə bağlıdır. Və bunun üçün ilk öncə biz onurğa fəqərələrlə bağlı olan bəzi məlumatları yadımıza salaq. Biz bilirik ki, onurğa sütunu deməli 33-34 fəqərədən və 5 şöbədən ibarətdir. Və bu şöbələr hansılardır? Boyun, döş, bel, oma və büzdüm hissədən ibarətdir. Və hər birinin də ayrılıqda sayı vardır. Bilirik artıq biz bunu boyun hissəsi 7 fəqərədən, döş hissəsi 12 fəqərədən, bel hissəsi 5 fəqərədən, oma hissəsi bir-birinə birləşmiş 5 fəqərədən, büzdüm hissəsi isə bir-birinə birləşib bir dənə büzdüm sümüyünə əmələ gətirir və birləşmiş fəqərələrin sayı 4 və ya 5 dənədir. Və büzdüm sümüyünə əmələ gətirən fəqərələrin 4 və ya 5 olması onurğa sütunundakı fəqərələrin sayının 33 və ya 34 olmasına gətirib çıxarır. Bizə minimum say dedikdə biz 33, maksimum say dedikdə isə 34 rəqəmini təbii ki götürürük. Və məsələmizə baxsaq, insanın onurğa sütunundakı fəqərələrin minimum sayını M kimi qəbul etsək, minimum say dediyinə görə əziz müəllimlər, deməli ki, biz burada M rəqəmini nə kimi götürəcəyik? Biz M rəqəmini 33 kimi götürəcəyik. Çünki bizə minimum say deyir. Çünki bizə minimum say deyir. Minimum say dediyinə görə də biz deməli 33 götürürük. Aşağıdakılardan hansı doğru ola bilər? Biz doğruları axtaracağıq indi. A bəndində bizə deyir ki, M çıxılsın 26 bərabərdir döş fəqərələrinin sayı. M biz dedik ki 33-ə bərabərdir. 33-dən 26 çıxsaq 7 rəqəmi alır. Amma döş fəqərələrinin sayı 12-yə bərabər olduğuna görə deməli ki, bizim A variantı doğru deyil. B bəndinə baxsaq, M çıxılsın 12 bərabərdir boyun və bel fəqərələrinin cəmi. M 33-ə bərabərdir və 33-dən 12-ni çıxsaq 21 alırıq. Amma boyun və bel fəqərələrinin cəmi neçəyə bərabərdir? Boyun fəqərəsi deməli 7-yə, bel fəqərəsi isə 5-ə bərabərdir. Biz əslində 12 almalıydıq, amma 21 alındı. Deməli, B bəndi də doğru deyil. Növbəti, C bəndinə baxırıq. M çıxılsın 5, yəni 33 çıxılsın 5 bərabərdir 28. Biz almalıyıq oma və büzdüm fəqərələrinin sayını. Oma 5 fəqərədən, büzdüm 4 və ya 5 fəqərədən ibarətdir. Bunlar əslində olmalıdır 9 və ya 10, amma biz aldıq 28. Deməli, bizim bu cavabımız da doğru deyil. D bəndinə baxsaq, M bölünsün 11 bərabərdir döş fəqərələrinin sayına. 33 11-ə bölündükdə 3 alınır, amma döş fəqərələrinin sayı 12-yə bərabərdir. Deməli, bizim D bəndi də doğru deyil. Y bəndində M çıxılsın 28 bərabərdir bel fəqərələrinin sayı. 33-dən 28-i çıxsaq 5 alınır və biz dedik ki, bel fəqərələrinin sayı 5-ə bərabərdir. Deməli, bizim doğru variantımız bu məsələdə Y bəndi olacaq. Növbəti, müəllimlər, sinir sistemi ilə bağlı olan bir məsələdir. Bizdə cədvəldə məlumatlar verilib. Cədvələ əsasən M plus M cəmini hesablamamızı istəyir. Biz bilirik ki, sinir sistemi sinir toxumasından ibarətdir. Sinir toxuması neyronlardan və peyk hüceyrələrindən ibarətdir. Yəni, 2 tip hüceyrədən ibarətdir. Neyronlar özləri cisim və çıxıntıdan, çıxıntılar özləri də qısa çıxıntılardan, dendritlərdən daha çox şaxələnirlər və uzun çıxıntılardan, aksonlardan daha az şaxələnən uzun çıxıntılardan, aksonlardan ibarətdir. Bu məsələdə bizim fikir verməli olduğumuz ən əsas amil nədir? Hər bir neyronun cəmi bir dənə aksonun olmasıdır ki, akson sayı neyron sayına bərabərdir. Biz bu məsələni həll edərkən xüsusən buna fikir verəcəyik. Deməli, bizə cədvəldə nə verib müəllimlər? Sinir toxumasının müəyyən sahəsində olan hüceyrə sayı M-ə bərabərdir.
Bu sahədə olan aksonların sayı 80-ə bərabərdir. Məsələni həll etmək üçün əlimizdə olan rəqəm 80 rəqəmidir. Bu sahədə olan peyk hüceyrələrinin sayı n-ə bərabərdir. Biz ilk öncə tapmalıyıq peyk hüceyrələrinin sayı. Biz bilirik ki, peyk hüceyrələrinin sayı aksonların sayından, yəni neyronların sayından 10 ədəd çoxdur. 10 dəfə çoxdur, daha doğrusu 10 dəfə çoxdur. Yəni, hər hansısa bir sinir toxumasının müəyyən bir sahəsində, əgər biz götürsək ki, bir sahədə olan hüceyrələrin sayını 11n, deməli ki, onun bir hissəsi aksonların və ya neyronların sayıdır, 10 hissəsi isə peyk hüceyrələrinin sayıdır. Yəni, peyk hüceyrələrinin sayı aksonların sayından 10 dəfə çox olacaq. Peyk hüceyrələrini yadımıza salsaq, biz neyronların qidalanması, onların çoxalmasında, regenerasiyasında rol oynayır, miyelin inqişasının əmələ gəlməsində rol oynayır və sayları da aksonların sayından, yəni neyronların sayından 10 dəfə çoxdur. İlk biz tapmalıyıq bu sahədə olan peyk hüceyrələrinin sayını. Deməli, neyniyəcəyik? 80-i 10-a vururuq və alırıq 800. Deməli ki, bizim peyk hüceyrələrinin sayı 800-ə bərabərdir. N-i tapdıq. N 800-ə bərabərdir. Və növbəti etməli olduğumuz nədir? M-i tapmaq. 800-ün üzərinə 80 gələcəyik. Çünki aksonların sayından peyk hüceyrələrinin sayı müəyyən bir sahədə olan cəmi hüceyrələrin sayına bərabər olmalıdır. Ona görə də biz tapdığımız 800-ü, yəni peyk hüceyrələrinin sayının üzərinə aksonların sayını, yəni 80-i gəlirik və sinir toxumasındakı cəmi hüceyrə sayını tapmış oluruq. Yəni 880-ə bərabərdir. Deməli, sinir toxumasının müəyyən sahəsində olan hüceyrə sayı 880-ə bərabərdir. Amma bizdən məsələnin şərtində istədiyi nədir? M plus M cəmini tapın. Yəni, cəmi hüceyrə sayına peyk hüceyrələrinin sayını toplamamızı istəyir. O zaman biz 800-ün üzərinə 880-i gəlirik, yəni tapdığımız rəqəmləri gəlirik və 1680 rəqəmini tapırıq. Deməli, müəllimlər, bizim doğru cavabımız olacaq A bəndi 1680. Növbəti qan damar sistemi ilə bağlıdır bizim məsələmiz. Bir insan idman etdikdən sonra onun nəbzi bir dəqiqədə 120 vurğu olaraq qeydə alınmışdır. Bu vəziyyətdə həmin insanın bir ürək siklinə sərf olunan zaman neçə saniyə olur? Olar. Deməli, müəllimlər, biz yadımıza salaq ki, əslində normal vəziyyətdə olan sağlam insanın nəbzi bir dəqiqədə 75 vurğudur. Yəni, 60 saniyə ərzində 75 vurğudur. Elə vurğuların sayı əslində ürək sikllərinin sayına bərabərdir. Yəni, bir dəqiqə ərzində 75 dənə ürək sikli var. 75 dənə vurğu var. Və biz bu zaman bir ürək siklinə sərf olunan zamanın neçə saniyə olduğunu tapmaq üçün 60-ı 75-ə bölürük və bilirik ki, biz normal, sakit vəziyyətdə olan insanın bir ürək sikli 0,8 saniyəyə bərabərdir. Amma bizdə məsələnin şərtində verib ki, bir dəqiqədə 120 vurğu. Deməli, 60 saniyə ərzində 120 vurğudur. O zaman biz yenə də 0,8 saniyəni tapdığımız üsulla yenə də tapacağıq. 60-ı bölürük 120-yə, 0,5 saniyə bir ürək siklinə sərf olunan zamanı tapmış oluruq. Və doğru cavabımız 0,5 saniyə olur. Növbəti məsələmiz yenə də qan damar sistemi ilə bağlıdır. Sakit halda insanın ürəyinin aypara qapaqlarının açıq qalma müddəti 30 saniyə olmuşdur. Bu müddət ərzində qulaqçıqların sistolasına nə qədər zaman sərf olunar və bir dəqiqədə ürək 75 dəfə döyünərsə. Deməli, müəllimlər, bu məsələdə ən əsas fikir verməli olduğumuz məqam aypara qapaqlarının açıq qalması hansı fazada baş verməsidir. İlk öncə gəlin biz bu məsələni bir təkrarlayaq. Biz bilirik ki, bir ürək sikli əsasən 3 fazadan ibarətdir. Qulaqçıqların sistolası, yəni qulaqçıqların yığılması. İkinci faza mədəciklərin sistolası, yəni mədəciklərin yığılması. Üçüncü faza isə ürəyin ümumi istirahəti də deyirik. Biz buna ümumi diastola vəziyyəti. 0,1 saniyə ərzində qulaqçıqlar sistolası baş verir. 0,3 saniyə ərzində
mədəciklərin sistolası baş verir. 0,4 saniyə ərzində isə ümumi boşalma, yəni ümumi həm qulaqcıqların, həm mədəciklərin əzələlərinin boşalması baş verir. Deməli, 0,4 saniyə hansı ki, qulaqcıqlar və mədəciklərin əzələləri boşalmış vəziyyətdədir. Bu zaman da venalardan gələn qan əslində qulaqcıqlara dolur və bu 0,4 saniyəlik bir fazanın sonlarına doğru qulaqcıqların əzələlərinin divarlarına təzyiq daha da artır, gərginləşir və bu da növbəti fazanın, yəni qulaqcıqlarının sistolasının, qulaqcıq əzələlərinin yığılmasına səbəb olur. Sistola vəziyyətinin başlamasına səbəb olur və qulaqcıq əzələləri yığılır. 0,1 saniyə ərzində taylı qapaqlar açılır və qulaqcıqların içərisinə yığılmış qan mədəciklərə boşalır. Qan mədəciklərə keçdikdən sonra taylı qapaqlar bağlanır. Bu 0,1 saniyə ərzində baş verir. Qulaqcıq əzələlərinin yığılması, taylı qapaqların açılması və qulaqcıqlardan qanın mədəciyə keçməsi. Növbəti ikinci fazada mədəcik əzələləri yığılır. Bu zaman taylı qapaqlar bağlıdır. Növbəti fazada mədəcik əzələləri yığılır. İçərisindəki qanı aypara qapaqlar açılır. İçərisindəki qanı ötürür hara? Aortaya və ağciyər kötüyünə. Yəni arteriyalara və venalara ötürür. Bu zaman aypara qapaqlar açıq, daha doğrusu ikinci şəkildə göstərək. Bu zaman aypara qapaqlar açıq, taylı qapaqlar isə bağlıdır. Üçüncü, ümumi diastola vəziyyətində isə deməli, burada həm taylı qapaqlar bağlıdır, həm aypara qapaqlar bağlıdır, həm qulaqcıqların əzələləri boşalmış vəziyyətdədir, həm mədəciklərin əzələləri boşalmış vəziyyətdədir. Və biz qulaqcıqların diastolasına baxsaq, 0,8 saniyəlik bir sikl müddətində qulaqcıqlar 0,1 saniyəni yığılmış vəziyyətdə, 0,7 saniyəni isə boşalmış vəziyyətdə olur. Yəni, diastola vəziyyətdə olur. Mədəciklər 0,3 saniyəni yığılmış vəziyyətdə, yəni yığılıb qanı aortaya və ağciyər kötüyünə ötürür. 0,5 saniyəni isə diastola vəziyyətində olur. Hər ikisinin diastola vaxtı ki var idi, onların 0,4-ü düşür ürəyin ümumi diastolasına, yəni 0,4-də ürək ümumi istirahətdədir. İndi gəlin qaydaq biz məsələmizə. Aypara qapaqlarının açıq qalma müddəti 30 saniyə olmuşdur, deyir. Bu müddət ərzində qulaqcıqların sistolasına nə qədər zaman sərf olunar, deyir müəllimlər. Deməli, ümumi sikl 0,8 saniyə olduqda ümumiləşdirək. Qulaqcıqların sistolası, yəni bu 0,8 saniyənin 0,1 saniyəsi qulaqcıqların sistolası olur. Bu zaman aypara qapaqlar bağlı, taylı qapaqlar açıqdır. Qulaqcıqların diastolası 0,7 saniyə baş verir. Mədəciklərin sistolası 0,3 saniyə baş verir. Aypara qapaqlar açıq, taylı qapaqlar bağlıdır. Mədəciklərin diastolası 0,5 saniyə ərzində baş verir. Bu zaman aypara qapaqlar bağlıdır və ümumi diastola 0,4 saniyədir. Bu zaman aypara qapaqlar və taylı qapaqlar hər ikisi bağlıdır. Və 0,8 saniyəlik bir müddətin 0,1 saniyəsi qulaqcıqların sistolasına, 0,3 saniyəsi isə mədəciklərin sistolasına düşdüyünə görə, aypara qapaqlar açıq, mədəciklərin sistolasında olduğuna görə, deməli, bizə də burada şərtdə verib ki, 30 saniyə açıq qalır. Deməli, bu 30 saniyə mədəciklərin sistolası zamanıdır. Əgər ki, mədəciklərin sistolası 30 saniyə olarsa, o zaman qulaqcıqların sistolasına da 10 saniyə vaxt sərf olunacaq. Və məsələdə bizim doğru cavabımız C bəndi 30 saniyə olmuş olacaq. Eləcə də müəllimlər, bu qanuna uyğunluğa əsasən biz, əgər soruşsaydı ki, qulaqcıqların diastolası neçə saniyə olacaqdı, biz biləcəkdik ki, 70 saniyə və yaxud da ki, mədəciklərin diastolası nə qədər olar, o zaman biz biləcəkdik ki, mədəciklərin diastolası da bu zaman 50 saniyə olmuş olar. Növbəti məsələmiz qan qrupları ilə bağlıdır. Bizə deyir ki, ananın qan qrupu hər iki amilə görə heterozigot. Yəni, həm A və 0-dır, həm də rezus faktoruna görə hər iki amil dedikdə, həm də rezus faktoru nəzərdə tutulur. Hər iki amilə görə heterozigotdur. Ata isə 0 RH mənfi olarsa, uşaqların A RH plus olma ehtimalını tapın deyir.
İlk öncə yenə də biz bildiklərimizi xatırlayaq. Biz bilirik ki, insanda 4 qan qrupu var. Birinci, ikinci, üçüncü və dördüncü qan qrupları kimi bölürük biz bunları. Və bu qan qruplarının müəyyənləşməsi biz bilirik ki, eritrositdəki antigen, plazmadakı antitel sayəsində olur. Və genotipləri bu qan qruplarının homozigot və heterozigot olaraq ayrılır. İkinci qan qrupunun homozigot forması AA, heterozigot forması A0. Üçüncü qan qrupunun homozigot forması BB, heterozigot forması B0. Və dördüncü qan qrupunun homozigot forması yoxdur, bilirik. Çünki həm A, həm B olduğuna görə yalnız heterozigot formadır deyirik. Və birinci qan qrupunda isə 0-0 götürürük və təbii ki, bunun heterozigot forması yoxdur. Və eritrositdəki antigenlər ikinci qan qrupunda A antigeni var və plazmada isə anti-B antiteli vardır. Üçüncü qan qrupunda B antigeni var, plazmada isə anti-A antiteli var. Dördüncü qan qrupunda eritrositdə həm A, həm B antigeni var. Plazmada isə antitellər yoxdur. Birinci qan qrupunda isə eritrositdə antigeni yoxdur amma plazmada isə anti-A və anti-B antitelinə biz rast gəlirik. Bir də müəllimlər, D antigeni rezus faktorunu müəyyənləşdirir ki, ona əsasən də insan qanı müsbət və ya mənfi olur. Məsələnin həllinə gəlin baxaq. Hər iki amilə görə heterozigot olan ana və 0 RH mənfi olan isə ata. Uşaqların A RH, yəni ikinci qrup müsbət qan qrupuna malik olma ehtimalını biz sizinlə tapacağıq. Deməli, biz bunları ayrı-ayrılıqda hesablasaq, müəllimlər, ayrı-ayrılıqda baxsaq, biz görürük ki, deməli, neçənci qan qrupunun olmasına görə uşaqlar yarısı heterozigot ikinci qan qrupu, yarısı isə birinci qan qrupuna malik ola bilər. Və biz bunun rezus faktoruna əsasən yenə də ayrılıqda baxacağıq. Biz buna baxmalıyıq. Biz buna rezus faktoruna görə biz baxsaq isə, biz görürük ki, bizə dedi ki, həm də rezus faktoruna görə ana heterozigotdur. Ona görə biz böyük R, kiçik R götürürük. Amma deməsəydi, biz hər ikisini böyük R də götürə bilərdik. Amma bizə heterozigot dediyinə görə biz deməli böyük R, kiçik R götürdük. Və uşaqlarda deməli uşaqlarda rezus faktorunun, yəni müsbət və mənfi olması yenə də birin birə nisbətindədir, yəni yarı-yarıya. Deməli, ikinci qan qrupuna malik olan bizə lazımdır ki, ikinci qan qrupuna malik olsun və müsbət, rezus faktoru müsbət olsun. Biz görürük ki, yazdıqlarımıza əsasən biz gördük ki, ikinci qan qrupuna malik olan uşaqlar, ümumi uşaqların yarısını, yəni 2də birini təşkil edə bilər və rezus faktoru da həmçinin müsbət qan qrupuna malik olan uşaqlar, ümumi uşaqların 2də birini təşkil edə bilər. Və ikinci qrup müsbət qan qrupu olma ehtimalını tapmaq üçün isə biz aldığımız rəqəmləri böləcəyik və 4də 1 tapırıq. Müəllimlər, deməli, heterozigot, ikinci qrup heterozigot müsbət qan qrupu ilə birinci qrup mənfi qan qrupu olan atanın uşaqlarının ikinci müsbət qan qrupu olma ehtimalı 4də 1-ə bərabərdir. Deməli, bizim doğru cavabımız B bəndi olacaq, 4də 1. Və növbəti. Orta yaşlı sağlam insanın ürəyi sakit halda 1 dəqiqədə 60 dəfə döyünür. Və o bu müddət ərzində 12 tənəffüs hərəkət edir. Bir tənəffüs hərəkəti zamanı neçə ürək sikli baş verir? Deməli, müəllimlər, bizə veribdir 1 dəqiqədə 60 ürək döyüntüsü. Yəni 60 saniyə ərzində 1 dəqiqədə 60 ürək döyünür və biz qeyd elədik əvvəlki sualda da həmçinin ki, ürək döyüntülərinin sayı elə ürək siklilərinin sayına bərabərdir. 1 dəqiqə ərzində 60 ürək sikli var deməkdir. Yəni 60 ürək döyüntüsü həmçinin də 60 ürək sikli deməkdir. Və məsələnin şərtinin ikinci hissəsində bizə deyir ki, bu müddət ərzində 12 tənəffüs hərəkət eləyib. Yəni 1 dəqiqədə 12 tənəffüs hərəkəti baş vermişdir. Bir tənəffüs hərəkəti zamanı neçə ürək siklinin baş verdiyini tapmalıyıq. Bir tənəffüs hərəkəti zamanı biz neçə ürək siklinin baş verdiyini tapmaq üçün 60 ürək siklini 12-yə böləcəyik və biz cavabımızı tapırıq ki,
Əslində bu müddət ərzində deməli ki, bir tənəffüs hərəkəti zamanı, daha doğrusu, deməli 5 ürək sikli baş vermişdir. Deməli doğru cavabımız C bəndi olmuş olur. Və tənəffüs havası. Müəllimlər, yadımıza salaq tənəffüs havası nə idi? Tənəffüs havası insan sakit halda nəfəs alma zamanı qəbul etdiyi və nəfəs vermə zamanı xaric etdiyi hava, dəyişən hava və yaxud tənəffüs hava deyirik. Bu bildiyimiz kimi 500 milliyə bərabərdir. Və bundan başqa əlavə hava, ehtiyat hava, qalıq hava, deməli vardır. Əlavə hava dərindən nəfəs aldığımız zaman ağciyərlərimizə daxil olan 1500 milli əlavə hava daxil olan hava əlavə havadır. Bu 1500 milli və yaxud da 1500 kub santimetrdir. Ehtiyat hava dərindən nəfəs aldıqdan sonra dərindən nəfəs verdikdə 1500 milli hava xaric olur ki, biz buna ehtiyat hava deyirik. Və dərindən nəfəs verdikdən sonra ağciyərdə bəlli bir hava qalır ki, bu 1000 kub santimetr və yaxud da 1000 millidir. Biz buna qalıq hava deyirik. Məsələnin şərtində bizə deyir ki, tənəffüs havasının miqdarını N ilə işarə etsək. Yəni bizim 500-ümüz N-ə bərabərdir. Və əlavə hava və ehtiyat havanın cəmini bizdən soruşur. Əgər ki, tənəffüs havamız, yəni N 500-ə bərabərdirsə, deməli əlavə hava 3N-ə bərabər olacaq. Eləcə ehtiyat hava da 3N-ə bərabər olacaq. Çünki 500-dən 3 dəfə çox olduğuna görə biz N-i 3-ə vuracağıq və hər ikisi 3N olmuş olacaq. 3N plus 3N-i toplayacağıq və cavabımız 6N olur. Və doğru cavabımız A bəndi 6N. Tənəffüslə bağlı məsələmiz. Normal halda insanda tənəffüs hərəkətlərinin sayı 32 olarsa, bu müddətdə xaric olan oksigen və karbon qazının fərqini hesablayın. Müəllimlər, yenə də biz məlumatı yadımıza salaq. İnsan normal halda nəfəs alarkən, biz əvvəlki məsələdə də buna baxdıq, 500 milli hava daxil olur, 500 milli hava xaric olur və bu 500 milli havanın təxminən 21% oksigen qazının payına düşür. Bu, hardasa təxminən 105 kub santimetr və yaxud da 105 milli olmuş olur. Xaric etdiyimiz havada oksigenin miqdarı 16%-dir. Bu da hardasa təxminən 80 milli. 80 milli və yaxud da 80 kub santimetr oksigen olmuş olur. Və ikisi arasındakı fərq, yəni daxil oldu 21%, xaric oldu 16%. İkisi arasındakı fərq 5%-dir. 5% isə alveollardan qana keçən oksigen qazının miqdarıdır, oksigenin miqdarıdır. Deməli, 500 millinin 21% daxil olan havada oksigendir. Biz bunu 105 milli götürəcəyik. Xaric olan 16%-dir. Söhbət oksigen qazından gedir. Hardasa təxminən 80%. Biz bunu xaric olan havadakı oksigen qazı kimi götürürük. Və aradakı fərq isə alveollardan qana keçən 5%-dir. Bu isə 25 milli və yaxud da 25 kub santimetr oksigen qazı deməkdir. Karbon qazı isə xaric olarkən 4% olur. Və 4% də biz indi gəlin məsələnin həllinə baxaq. Bir tənəffüs hərəkəti zamanı 80 milli oksigen biz dedik ki, xaric olur. Bir tənəffüs hərəkəti zamanı. Amma bizdə məsələnin həllində deyir ki, oksigen, tənəffüs hərəkətinin sayı 32 olarsa. Deməli, 32 tənəffüs hərəkəti zamanı da biz 80-i 32-yə vuracağıq. 2560 milli, deməli ki, 32 tənəffüs hərəkəti zamanı oksigen xaric olub. Və bir tənəffüs hərəkəti zamanı 20 milli karbon qazı xaric olur. Ki, biz dedik ki, bu 500 milli havanın təxminən 4%-ni təşkil edir. Deməli, təxminən 20 milli karbon qazı xaric olacaq. Bir tənəffüs hərəkəti zamanı, 32 tənəffüs hərəkəti zamanı isə bu 640 milliyə bərabərdir. Deməli, 32 tənəffüs hərəkəti zamanı 640 milli karbon qazı xaric olur. Bizdən isə soruşur ki, xaric olan havadakı oksigen və karbon qazının fərqini hesablayın. Deməli, biz 2560-dan 640 rəqəmini çıxacağıq və qalan fərq, yəni 1920 olacaq bizim məsələmizin cavabı. Deməli, müəllimlər, bizim məsələnin doğru cavabı B bəndi. Sakit halda ağciyər alveollarından qana keçən oksigenin miqdarı 2250 milli olarsa,
Bu müddət ərzində böyrəklərdən neçə litr qan keçər? Deməli, ağciyər alveollarından qana keçən oksigenin miqdarı biz dedik ki, havanın 5%-ni təşkil eləyir. Yəni 21% daxil olanda oksigen var idi. 16% xarici olanda oksigen var idi. Aradakı fərq 5% isə alveollardan qana keçən idi. Və bu təxminən 25 milliyə bərabər idi. Amma bizdə burada deyir oksigenin miqdarı 2250 milli olarsa. Deməli, ilk öncə biz nəyi tapmalıyıq? Bir tənəffüs hərəkəti zamanı 25 milli əgər alveollardan oksigen keçirsə qana, bəs 2250 milli neçə tənəffüs hərəkəti zamanı qana keçəcək? Və cavabını tapırıq ki, 90 tənəffüs hərəkəti zamanı 2250 milli oksigen alveollardan qana keçir. İndi 90 tənəffüs hərəkətinin neçə dəqiqə ərzində baş verdiyini biz tapmalıyıq. Çünki bizdən məsələdə soruşur ki, bu müddət ərzində böyrəklərdən neçə litr qan keçər? O zaman biz bilirik ki, bizə şərtdə verib ki, 1 dəqiqədə 16 tənəffüs hərəkətidir. Biz o zaman tənasübümüzü belə quracağıq. 1 dəqiqə ərzində 16 tənəffüs hərəkətidir. Bəs 90 tənəffüs hərəkəti neçə dəqiqə ərzində baş verir? Deməli, 90 tənəffüs hərəkəti də 5 dəqiqə ərzində baş verəcək. Və məsələmizin şərtinin 3-cü hissəsinə əsasən böyrəklərdən neçə litr qan keçir deyir. Biz bilirik ki, hər iki böyrəkdən birlikdə 1 dəqiqə ərzində 1 litr qan keçir. Deməli ki, 5 dəqiqə ərzində də 5 litr qan keçəcək. Və bizim məsələmizin doğru cavabı olacaq 5 litr devəndir. Növbəti tapşırığımız bizim yenə də tənəffüslə bağlıdır. Aşağıdakı qrafikdə ağciyərin həcminin zamana görə dəyişməsi göstərilmişdir. Bu məlumata əsasən aşağıdakı ifadələrdən hansı doğrudur? İlk öncə biz təhlil edirik qrafikimizi. Ağciyərlərin həcmi və zamanı göstəribdir. Zamanla dəyişməni göstərib. Burada T yazım, T yazım. Deməli, T0, T1 və T2 zaman müddətində ağciyərlərin həcminin bu zamana görə dəyişməsini göstərir. Bəndində deyir, T0, T1 aralığında nəfəs alma baş verir, çünki ağciyər həcmi artır. Amma müəllimlər, biz qrafiki təhlil edərkən görürük ki, əslində T0, T1 arasında ağciyərin həcmi zamanla azalır. Deməli ki, burada nəfəs alma deyil, nəfəs vermə prosesi baş verir və ağciyərlərin həcmi də azalacaq. Deməli, A bəndimiz doğru deyil. B bəndində deyir ki, T1, T2 aralığında nəfəs vermə baş verir, çünki ağciyərin həcmi azalır. Amma biz qrafikdən görürük ki, T1, T2 aralığında ağciyərin həcmi artır. Deməli ki, bu nəfəs alma prosesidir. B bəndində isə bizə deyir, nəfəs vermə prosesi. Deməli ki, B bəndimiz də doğru deyil. C bəndində T0, T1 aralığında diafraqma yastılaşır, qabırğa arası əzələlər yığılır. Biz bilirik ki, diafraqmanın yastılaşması, qabırğa əzələlərinin yığılması bu nəfəs alma prosesidir. Amma T0, T1 aralığı isə nəfəs vermə prosesi olduğuna görə C də doğru deyil. D bəndində T1, T2 aralığında tənəffüs əzələləri yığılır və döş qəfəsi genişlənir. Yəni, bizə deyir T1, T2 aralığında, yəni bu aralıqda, bu intervalda tənəffüs əzələləri yığılır və döş qəfəsi genişlənir və bu nəfəs alma prosesində baş verir. Qrafikdən də biz görürük ki, əslində T1, T2 aralığında nəfəs alma prosesidir. Deməli, D bəndimiz doğrudur. Hər ehtimalla yeni də oxuyuruq. Hər iki mərhələdə ağciyər və həcmi sabit qalır, dəyişiklik baş vermir. Amma biz qrafikə əsasən görürük ki, əslində burada nəfəs alma və nəfəs vermə prosesi baş verir və ağciyərlərin həcmi sabit deyil, ağciyərlərin həcmi dəyişir, yəni dəyişiklik baş verir. Növbəti məsələmiz bizim deməli çoxalma ilə bağlıdır. Sarı cisim fazası ilə bağlı olan bir məsələdir. Sarı cisim qana 308 gün hormon sintez edərsə, neçə ovulyasiya baş verər və neçə yönəldici cisimcik əmələ gəlir və bir sikl 28 günə bərabərdir. Biz bilirik müəllimlər, yəni sikl günləri fərqli ola bilər. Bizə bunun məsələnin şərtində mütləq ki verilir. Biz görürük ki, sikl 28 gündür, amma neçə gün olmasından asılı olmayaraq 3 fazadan ibarətdir. Birinci, ikinci və üçüncü fazalardan ibarətdir. Və üçüncü faza isə sarı cisim fazasıdır.
Sarı cisim fazası ümumi siklin yarısını təşkil edir. Fazanın əvvəlindən folikulların içərisində bir dənə yumurta hüceyrə yetişir və hansı ki gəlir fazanın belə deyək də tam yarısına çatdıqda folikul partlayır və içərisindəki yetişmiş yumurta hüceyrə xaric olur. Yumurta hüceyrə xaric olduqdan sonra içərisində bir boşluq qalır və həmin boşluğun içərisi yağa bənzər hüceyrələrlə dolur və sarı cismə çevrilir. Və sarı cisim 28 günlük siklin növbəti 14 günü ərzində, yəni son 14 gün deyək, son 14 gün desək daha doğru olar, son 14 günü ərzində hormon sintezi eləyir. Bir sikldə bir yumurta hüceyrənin xaric olması, biz buna yumurtlamada deyirik, biz buna ovulyasiyada deyirik. 14-cü gündə ovulyasiya prosesi baş verir. Yəni 28 günlük sikldə bir ovulyasiya baş verir və sarı cisim fazası da bir siklin 14 gününü təşkil edir. Əgər sikl 28 günlük olarsa. Bizdə isə məsələdə deyir ki, sarı cisim qana 308 gün hormon sintez edərsə. Biz gördük ki, 28 günün 14 günüdürsə, 14 günüdür. Deməli, biz tapacağıq, bəs 308 gün hormon sintez olunarsa bu zaman neçə sikl baş verib? Neçə sikl baş veribsə, deməli, o qədər də ovulyasiya və yaxud yumurtlama prosesi baş vermişdir. Sarı cisim, deməli, 28 günün 14 günü hormon sintez eləyir və 308-i 14-ə böldükdə biz tapırıq ki, 22. Deməli ki, 22 sikl baş veribdir və 22 ovulyasiya prosesi, yəni yumurta hüceyrənin xaric olması, belə deyək, yetişərək xaric olması baş verib. Əgər ovulyasiya deyir bizə neçə yumurta hüceyrə yetişib, əmələ gəlib desəydi, biz yenə də eyni üsulla bunu hesablayacaqdıq. Deməli, 22 ovulyasiya baş verib və 22 ovulyasiyada 22 yumurta hüceyrə deməkdir. Məsələnin şərtinin ikinci hissəsində bizdən soruşur ki, bəs neçə yönəldisi cisimcik əmələ gəlir? Deməli, biz bilirik ki, müəllimlər, bu cinsiyyət hüceyrələrinin əmələ gəlməsi sxeminə əsasən biz bilirik ki, bir yumurta hüceyrə əmələ gəldikdə 3 yönəldisi cisimcik əmələ gəlir. Meyoz bölünmə sayəsində yetişmə mərhələsində bir yumurta hüceyrə əmələ gəlir, 3 yönəldici cisimcik əmələ gəlir. Yəni, nisbətlərini götürsək, birin 3 əmələ gəlmiş olur və bizdən də soruşur. Biz tapdıq ki, 22 yumurta hüceyrə əmələ gəlir. Bizdən soruşur, bəs neçə yönəldici cisimcik əmələ gəlir? 22 yumurta hüceyrə əmələ gəlibsə, bir yumurta hüceyrənin əmələ gəlməsində əmələ gələrkən 3 yönəldici cisimcikdirsə, 22 yumurta hüceyrə əmələ gəlibsə, deməli ki, 66 yönəldici cisimcik əmələ gələcək. Deməli, müəllimlər, bizim məsələmizin doğru cavabı olacaq A bəndi 22, 66. Eyni vaxtda mayalanmada 4 qamet iştirak etmişdir və 4 uşaq dünyaya gəlmişdir. Buna əsasən aşağıdakı ifadələrdən hansı doğru deyil? Doğru olmayanları axtaracağıq. Bəndində deyir, bir qız, 3 oğlan ola bilər. Deməli, eyni vaxtda mayalamada 4 dənə qamet iştirak edibsə, onun 3-ü qız, biri qız, 3-ü oğlan ola bilər. Və yaxud da tərsinə də ola bilər. 3 qız, 1 oğlan da ola bilər. 4 uşaq dünyaya gəlib 4 qamet. Yəni 2 yumurta hüceyrə, 2 spermatozoid bu mayalanmada iştirak edib. Deməli ki, bu uşaqlardan əkiz olanlar var. Təbii ki, əkizlik var deməli ki, burada. Çünki 4 uşaq, 4 qametdən 4 uşaq, yəni 2 mayalanmadan 4 uşaq dünyaya gəlibdir. Deməli ki, burada mütləq əkizlik var. 1 qız, 3 oğlan ola bilər. Və yaxud da ki, 3 qız, 1 oğlan ola bilər. Doğrudur, bəli. Bir qızın dünyaya gəlməsində bir spermatozoid, bir yumurta hüceyrə, əkiz olan 3 oğlanın da yenə də deməli, mayalanma zamanı, burada da yenə bu oğlanların dünyaya gəlməsində yenə də bir spermatozoid, bir yumurta hüceyrə mayalanmışdır. B bəndində deyir, eyni cinsli uşaqların sayı bərabər ola bilər. Bəli, doğrudur. Eyni cinsli uşaqlar, yəni yenə də əkizlik, yenə də 2 oğlan, 2 qız ola bilər. Doğrudur. Ciyələrin sayı qametlərin sayından çox ola bilər. Deməli, müəllimlər, ciyələrin sayı qametlərin sayından çox ola bilərmi? Biz bilirik ki, əkizlik oldu və ya olmadı, ciyələrin sayı həmişə uşaqların sayına bərabər olur. Biz burada görürük ki, 4 qamet var, 4 qamet iştirak edib və 4 də uşaq dünyaya gəlib.
Deməli ki, 4 uşaq varsa ciyələrin sayı da 4-ə bərabər olacaq. Çox olmaz, çox ola bilməz. Deməli ki, bizim doğru cavabımız C bəndi olacaq. Yəni doğru olmayan C bəndidir. Ciyələrin sayı qametlərin sayından çox ola bilməz. Ciyələrin sayı qametlərin sayına bərabər olacaq burada. Hər ehtimala D bəndində də baxaq. Çiftlərin sayı olanların sayına bərabər ola bilər. Bəli. Doğrudur, cütlərin sayı olanların sayına bərabər ola bilər. Uşaqların hamısı eyni cinsli ola bilər. Bəli, eyni yumurta əkizi olsa da, müxtəlif yumurta əkizləri olsa da, uşaqların hamısı yenə də istənilən halda eyni cinsli ola bilər. Və növbəti məsələmizdə müəllimlər, eyni vaxtda doğulmuş əkizlərdən 3-ü qız, biri isə oğlandırsa, mayalanmada minimum və maksimum neçə qametin iştirak etmə ehtimalı var? Eyni vaxtda doğulmuş əkizlərdən 3-ü qızdır, biri isə oğlandır. Öncə tapaq minimum, bu mayalanma zamanı minimum neçə qamet iştirak edə bilər? Deməli, 3-ü qızdırsa, bu 3 qızın, deməli, 3 qıza, bu 3 qız əkiz ola bilər və burada bir yumurta hüceyrə və bir spermatozoid mayalamada iştirak edə bilər. Biri oğlandırsa, o zaman həmin oğlan üçündə bir spermatozoid, bir yumurta hüceyrə iştirak edir. Deməli ki, əgər 3 qız əkiz olarsa 2 qamet, plus da bir oğlana da yenə də 2 qamet düşür. Cəmi 4 qamet. Minimum say 4 qamet. Yəni, eyni vaxtda doğulmuş əkizlərdən 3-ü qız, biri oğlandırsa, bu zaman minimum 4 qamet iştirak edəcək. 3-ü qız, yəni eyni yumurta əkizi, biri də oğlandır, o da qızlarla müxtəlif yumurta əkizidir. Hər birinin ayrı-ayrılıqda yumurta hüceyrəsi olacaq. Hər yumurta hüceyrəni ayrı-ayrılıqda spermatozoid mayalandırıb və deməli ki, burada cəmi 4 qamet iştirak edib. Maksimum say necə olar? Hamısı müxtəlif yumurta əkizi olarsa, 4 uşağın hamısı müxtəlif yumurta əkizləri olarsa, o zaman deməli 8 qamet, yəni hər bir uşaq üçün ayrılıqda bir yumurta hüceyrə, bir spermatozoid olacaq və bu zamanda qametlərin sayı 8-ə bərabər olacaq. Deməli ki, bizim doğru cavabımız minimum 4, maksimum 8, yəni A bəndi olur. Və müəllimlər, növbəti, bu bilirsiniz vitaminlərlə bağlı olan bizim məsələmizdir. Əti bişirdikdən sonra tərkibində maksimum 17 qram B qrupu vitaminləri qalmışdır. Maksimum 17 qram B qrupu vitamini qalıb. Yəni, azalandan sonra maksimum 17 qram qalıb. Bişirilməzdən öncə ətin tərkibində neçə qrup B qrupu vitaminləri olmuşdur? Biz bilirik ki, ət bişdikdə onun tərkibində olan B qrup vitaminləri 15-60% azalır. Yəni, minimum 15% azala bilər, maksimum 60% azala bilər. Əgər ki, 15% azalıbsa, deməli ki, ətin tərkibində maksimum qalıb B qrupu vitamini. Əgər 60% azalıbsa, deməli ki, minimum qalıb. Yəni, 15% azalıbsa, tərkibində hələ də 85% B qrupu vitamini var. Əgər 60% azalıbsa, bu artıq tərkibində onun minimum çəkidə B qrup vitamininin qaldığını göstərir. Və bizə də deyir ki, maksimum 17 qram B qrupu vitamini qalıb. Deməli ki, biz 85% ilə bunu hesablaya bilərik. İstəsəniz, yəni 15% ilə də hesablaya bilərsiniz. Amma biz bunu 85% ilə bir dəfəliklə hesablaya bilərik. Yəni 17 qram bizə dedi ki, maksimum qalıb. Ona görə də biz elə 17 qramı 85% götürəcəyik. Və biz tapmalıyıq bişirilməzdən öncə ətin tərkibində neçə qram B qrupu vitamini olubdur. Bu da 100% təşkil edir təbii ki. 17 qramda 85, x qramda 100% olsa, deməli ki, öncədən 20 qram olub, 20 qram B qrup vitamininin 15%-i itib, yerdə qalıb 85%, 85% də 17 qrama bərabər olub. Deməli, doğru bəndimiz D bəndi olacaq. Növbəti məsələmiz, deməli, cədvəldir. Cədvəldə qida məhsulları qaynadıldıqda B qrup vitaminlərinin dəyişilməsi göstərilmişdir. Verilmiş məlumata əsasən M və N-in qiymətlərini tapın. Qaynadılmamış məhsul və qaynadılmış məhsulda amma minimum. Burada minimum say veribdir bizə. Məhsullarımız, yəni qidamız ət və yer köküdür.
Biz dedik artıq ki, ət məhsullarında, ətin tərkibində qaynadıldıqda B qrupu vitaminləri 15-20% itir. Bitki mənşəli məhsullar isə 5də birini, yəni 20%-ni itirir. Məsələnin həllini buna əsasən hesablayacağıq. Deməli, bizim qaynadılmamışdan öncə deməli, ətin tərkibində 20 mg B qrupu vitaminləri vardı. Biz bunu 100% kimi götürəcəyik. Amma qaynadılmış məhsulda isə minimum dediyinə görə X-də də 40%. Deməli, 8 mg 40% qalıb, yəni 60%-i çıxıb. Çünki minimum qalıbdır deyir bizə məsələnin hər şərtində, həllində biz bunu nəzərə almalıyıq. Şərtdə bizə deyir ki, minimum qalıb. Deməli ki, biz nə edəcəyik? 40%-ni hesablayacağıq. Çünki qalan 40%, 60% azalıb. Deməli ki, biz 20 mg-da 100%, X mg-da isə 40% götürəcəyik və alırıq məsələnin cavabını 8 mg. Deməli, bizim N-imiz 8 mg-a bərabərdir. Yer kökündə isə biz dedik ki, 5də birini, yəni 20%-ni itirir. 20%-ni itirəndən sonra qaynadılmış məhsulda 24 mg B qrup vitamini qalıb. Deməli, biz necə hesablayırıq? 24 mg-ı 80% kimi götürürük və yaxud biz bunu 5-dən 4 hissə kimi də götürə bilərik və 100% tapacağıq. Yəni, qaynadılmamışdan öncə biz həmin bu yerkökünün, yəni məhsulun qidanın tərkibində neçə milliqram B qrup vitamininin qaldığını biz tapırıq və cavabımız olur 30 milliqram. Deməli ki, müəllimlər, bizim doğru bəndimiz olacaq A bəndi. Çox sağ olun müəllimlər, diqqətinizə görə təşəkkür edirəm hər birinizə. İnşallah ki, hər biriniz bu təhsil verənlərin sertifikatlaşdırılması prosesində uğur qazanarsınız. Növbəti vebinarlarda görüşmək ümidi ilə.